Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik satışını təşkil edən ailə üzvləri Hümbət Cəfərov, oğlu Əli və qızı Şəlalənin cinayət işi üzrə keçirilən məhkəmə iclasında hökm oxunub. Lentas xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən məhkəmədə Cəfərov Hümbətin 11 il, Cəfərov Əlinin 9 il, Cəfərova Şəlalənin 8 il müddətinə azadlıqdan məhrum edilməsini elan edib. Qeyd edək ki, dövlət ittihamçısı məhkəmədən Cəfərov Hümbətin 12 il, Cəfərov Əlinin 11 il, Cəfərova Şəlalənin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Xatırladaq ki, Daxili İşlər Nazirliyinin məlumatına əsasən 2024-cü ilin 24 dekabrında Xətai rayonu ərazisində əvvəllər narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuşlar 56 yaşlı Hümbət Cəfərov, oğlu 33 yaşlı Əli Cəfərov və qızı 35 yaşlı Şəlalə Cəfərova saxlanılıblar. Qeyd edilib ki, onlara məxsus avtomobildən 14 kiloqramdan artıq heroin, metamfetamin və tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkar edilərək götürülüb. Bildirilib ki, bu şəxslər aşkar olunmuş narkotik vasitələri və psixotrop maddələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Astara rayonu ərazisində gizlədilən yerdən Bakı şəhərində ayrı-ayrı yerlərə çatdırıb, pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.